İndi sizə ədədin loqaritmini izah edəcəm. Ədədin loqaritmin xassələri. Uşaqlar, bu mövzu deməli düsturlardan ibarətdir. Demək olar ki, düsturların ətrafındadır da. Yəni düsturları bilsək, bunları yaza bilərik. İndi bax, düsturları bir-bir yazıram, mənə diqqətlə qulaq asın. Loqaritma deməli A1 sıfırdır. Yəni A üstü 0 1-ə bərabərdir. Düzdür? A üstü 0 1-ə bərabərdir. Ümumiyyətlə loqaritma bax, tutaq ki, x üstü a bərabərdir b-yə də, düzdür? Mən bunu a bərabərdir loqaritma x b kimi yaza bilərəm. Yəni x-in üstü a b-yə bərabərdir. Aydındır? Aha. Yəni x-in üstü a b-yə bərabərdir. Elə bu eyni şeydir. Deməli, loqaritma a1 0-dır, a üstü 0 1-dir. İndi bircə dəqiqə düsturları sırayla yazın. Siz də mənə diqqətlə qulaq asın. Loqaritma dedik ki, A1 sıfırdır. Loqaritma A1'dir. Düzdürmü? Loqaritma A1'dir. Sonra onluq loqaritma var. Loqaritma 10A bərabərdir. Biz bunu LGA kimi yaza bilərik. Bu nədir? Onluq loqaritma. Yaxşı. Sonra var natural loqaritma. Loqaritma YA bərabərdir ln A. Buna nə deyirlər? Natural loqaritma. Sonra loqaritma AX üstəgə loqaritma AY bərabərdir loqaritma AXY. Əgər toplama varsa, loqaritmalar vurulur. Yaxşı. Əgər çıxmadısa, bax çıxmadısa, loqaritmalar bölünür. Olur x böl y. Aydındır? Sonra bax, loqaritma. Tutaq ki, A x üstü m. Düzdür? Onda bu m keçir loqaritmanın qabağına. Olur n loqaritma ax. Loqaritma, indi a-nın üstündə m x olsa, burada da m elə bil ki, qabağa sadəcə məxrəcə keçir. Elə bil belə olur. 1 bölüm loqaritma, deməli 1 bölüm loqaritma ax. Gördük? Sonra, əgər loqaritma, məsələn, a üstü m, b üstü n olsa, onda n qabağa, m də onun məxrəcinə. Loqaritma AB. Bu cür. Gördük? Sonra davam eləyirəm. Deməli, nə qaldı? Mən loqaritma AB-ni 1 böl loqaritma BA kimi yaza bilərəm. Yaxşımı? Ya da ki, loqaritma AB vur loqaritma BA bərabərdir 1-ə. Elə bil ki, bununla bu gedir, bununla da bu gedir, qaldı 1. Yaxşı. Sonra, loqaritma AB vur loqaritma BC vur loqaritma CD bərabərdir. Bax, B'lər, C'lər gedir, qalır loqaritma AD. Gördük? Sonra, A üstündə loqaritma AB bərabərdir B'yə. Və yaxud A üstündə loqaritma BC-ni mən aynən C-nin yerini dəyişərək C üstündə loqaritma BA kimi yaza bilərəm. Gördük? Bir də bir söz deyim. Bax, məsələn, loqaritma AB, burada da bir n yazıram. Mən bunu loqaritma AB-nin kvadratı kimi yaza bilərəm. Kvadrat niyə yazdım? N-dir. Bax, məsələn, buna bir misal yazım. Tutaq ki, loqaritma 2, 5, bax belə. Bunu mən loqaritma 2, 5-in kvadratı kimi yaza bilərəm. Yaxşı. Aydın oldu da. Sonra, deməli, davam eləyirəm. Testlərlə davam eləyirəm. Getdik testlərlə işləməyə. Bir də onu deyim. Qoy, bunda deyim, demişkən. Uşaqlar, y bərabərdir loqaritma ax. Yadınızda saxlayın. A sıfırdan böyük olur və 1-ə bərabər ola bilməz. Əgər, baxın, əgər A 1-dən böyük olarsa, bax, loqaritmanın qrafiki bu cür olacaq. Əgər A 1-dən böyük olarsa. Əgər A 1-dən kiçik olarsa, yəni 0 ilə 1 aralığında olarsa, onda loqaritmanın qrafiki bu cür olacaq 1-də. Yaxşı, y, bu da x. Aydındır? Aha. Bir də onu deyim ki, xassələri loqaritmanın təyin oblastı, yəni x-in aldığı qiymətlər. Təyin oblastı mənfi təyin oblastı x-dir. 0-dan sonsuzluğa qədər. Amma qiymətlər oblastı, yəni y nə istəsək ala bilir.
Loqaritma nə tək, nə cüt funksiyadır. Yaxşı. Əgər a 1-dən böyükdürsə, bax bu funksiya artan. Əgər a 0-dan 1 aralıqdadırsa, bax bu funksiya azalan funksiyadır. Aydındır? Başlayayım. İndi oradan buradan bəzi testləri izah edeyim sizə. Məsələn, neçədir bu? Üçüncü sualı izah edirəm. Bir dəqiqə. Ora getdi. Üçüncü sualı izah edirəm. Mənə diqqətlə qulaq asırsınız. Deməli, bax 7 üstü üçüncü sual. Log 7 3 üstəgəl 25 üstü log 5 2. Mən bilirəm ki, bayaq düstur yazdım. 7 ilə 7 gedir 3 üstəgəl. Gəl baba bu hissəsini izah edeyim. Bax 25 üstü log 5 2 bərabərdir. 25-i mən 5-in kvadratı kimi yaza bilərəm də. Düzdürmü? Bayaq dedimi, o n dedimi keçir qabağa. Eləcə də bunu bunun daha doğrusu üstünə yaza bilərəm də. Deməli belə olur da, elə bil 5 log 5 2-nin kvadratı. O da olur 5 log 5 2-nin də kvadratı 4. 5 ilə 5 gedir 4. Gördünüz? Deməli bu 4-ü də gətirəm, burada yazıram. 3 üstəgəl 4 oldu 7. Yəni cavab 7. Aydın oldu. Sonra, bax məsələn 5-ci sualda nə yazıb 5-ci sualda? 11 üstü log 11 7 üstəgəl 7 üstü. Burada verib bax 1 böl log 5 7. Bu hissənin cavabı 7-dir. Bunu bilirəm. Bəs bu hissənin, mən bu hissəni, fikir ver bura. Mən bu 1 böl log AB tərsinə çevrilib 1 böl log BA olmur. Mən bunu log 7 5 yaza bilərəm də, düzdür? Bax bu hissə ilə log 7 5-dir də. 7 ilə də 7 gedir 5. Deməli 7 üstəgəl 5 12. Yaxşı. Sonra, məsələn 9-cu sualda LG 64 böl LG 4. 64-ü necə yazıram? 4-ün kubu. Bu da LG 4. Gördük? 3 də keçir qabağa. Elə belə olur 3 LG 4 böl LG 4. LG 4-lər getdi. Cavab oldu 3. Yaxşı. Cavab 3. Başa düşdünüz də necə elədim? Sonra çıx olanda, bax 11-ci sualda bilirəm ki, çıx olanda nə edirdik? Bölürdük. Deməli 11-ci sualda necə olur? Loqaritma 2 72-ni 9-a böləndə 8 eləyir. Mən loqaritma 2 8 də 2-nin kubudur. O da 3 keçir qabağa. Log 2 2 1-dir də. Cavab 3. Başa düşdük. Sonra bunlar hamısı eyni tipli gedir. Məsələn 17-ci suala baxaq. 17-ci sual. 17-ci sualda nə edirəm? LG 2 üstəgəl LG 25 çıx LG 5. Toplama olanda vururuq. Düzdür? Çıxma olanda bölürük. Bu nə oldu? LG 10 oldu. LG 10 da burada əslində 10-dur da. 10-luq loqaritmadır da. 1-dir cavab. Gördünüz? Nə qəşəng. Sonra. Məsələn uşaqlar 21-ci sualda, bax 21-ci sualda. Orada log 3-də 1. Mən bu 9 3-cü dərəcədən 3. Hamısını 3-ə gətirə bilərəm də. 3 üstü mənfi 1. 3-də 1-i 3 üstü mənfi 1 yazıram. İndi ki görək bunu neyinirəm. Bu 9 3-ün kvadratı. Bu hissə də 3 üstü 3-də 1-dir də. Mən bilirəm ki vuranda üstlər nə olur? Toplanır. 2-nin üstünə 3-də 1 gələndə 2 tam 3-də 1 eləyir də. Yəni 3-də 7. 3-də 7 keçir qabağa. Mənfi 1 də onun qarşısına. Elə bil mənfi 3-də 7 olur da. Düzdür? Log 3 3. Bu oldu 1. Şurada cavab mənfi 3-də 7. Yəni A variantı. Aydın oldu. Sonra gəldik. Məsələn 26-cı sual. 26-cı sualda log A, B, B. Bax, diqqətlə qulaq as. Log 3-cü dərəcədən 2, 2. İndi bir dənə bura bax. Məndən də log BA-nı soruşur. Deyir ki, log BA-nı tap. Mən əvvəlcə bunu hesablayıram. Gör nə edirəm. Log. Bunu mən 2 üstü 3-də 1 yaza bilərəm. Bu da olsun 2. Bu 3-də 1, 1 böl 3-də 1 kimi keçir qabağa. Gördün? Oldu 3. Əla. İndi bunun əvəzinə 3 yazacağım. Deməli yazıram. Log A, B, B bərabərdir 3. Belə misallarda yadında saxla. Log A, B, B-ni tərsinə çevir. Çünki mən buradan bir şey çıxarda bilmirəm axı. Amma tərsinə çevirsəm, gör nə gözəl olacaq. Fikir ver. Bax.
Gördün? İndi buna bax. Mən bunu parçalaya bilərəm də. Vurma olanda toplama kimi yaza bilirik də. Bax. Gördün? Əla. Bu 1, bu 1. Şu, davam eləyirəm. Deməli oldu nə? Çarpaz vuraq. 1 bərabərdir 3 log BA üstəgəl 3. 3 log BA bərabərdir -2. Log BA bərabərdir -3-də 2. -3-də 2. İndi buna bax. Söhbət nə istəyir? Ha, elə məndən log BA-nı istəyir. Söz cavabı da tapdım gül kimi. -3-də 2. Variant. Başa düşdünüz? Ümid eləyirəm başa düşdünüz. 28-ci, 28 yox, 29-cu suala bax. Bax, burada bir sən yine 2-ni qaldırıb 10 yuxarısına. Onda nə olacaq 29-cu sualda? 2-ni 10 yuxarısına... Niyə belə oldu ki? Hə, 2-ni 10 yuxarısına qaldırsam nə olacaq? Elə bil belə olur da. Log 2, 2 kök 2-nin kvadratı. Gördün? O da log 2, 2 kök 2-nin kvadratı 8 olur. O da 8 də 2 üstü 3'dür. 3 də keçir də qabağa. Cavab 3. Aydındır. Məsələn, 31-ci sualda nə deyir? Deyir, hansı ifadənin mənası yoxdur? Mən bayaq dedim, mənfi ola bilməz. Məsələn, tangens 150-yə bax. Tangens 150 neçənci rübdür? İkinci rübdür. İkinci rübdə mənfidə tangens. Deməli, 1 doğru deyil. Hansının deyir, mənası yoxdur? Elə 1'in. 1'in mənası yoxdur. Bax, belə-belə yoxluyursan da. Məsələn, kök altda 3-dən 1 tam nə qədər çıxır? 7'də 2 tam nə qədərdir? Bu da mənfidir. Elə 1 ilə 3. Aydın oldu. Sonra gözümə baxım fərqli nə deyir. Bax 39-cu suala bax. Gəl burada 4 ilə 3-ün yerini dəyişək. Dəyişəndə nə olur? Belə olur da bax 4 log 2 3 elə böl 4 log 2 3. Bununla da bu gedir cavab 1. Yaxşı. Sonra bir dəqiqə. Məsələn mənə deyir ki 44-cü sual. Gəl 44-cü suala baxaq. 44-cü sualda LGD bərabərdir. Bax, kvadratın qaldıram 10 yuxarısına, 2'də 1-də C-nin yuxarısına, 3'ü də B-nin yuxarısına. Gör nə olacaq? Olur LGA kvadrat plus LG C üstü 2'də 1'i mən elə kök altda C yaza bilərəm də. Çıx LGB kubu. Olur nə? LG toplama olanda vururuq. Çıxma olanda bölürük. Şu V bərabərdir nəyə? Düzdür? Bu da hardadır? Gördün nə qəşəng, asan, rahat. Hə, 49-cu sual. Bilmirəm, bəlkə də ən asan sual budur, amma həmişə ən çox verilən sual budur. Baxın bura, 49-cu suala diqqətlə bax. Burada bilmirəm, çətin nə var? Həmişə burada sual verilir. Başlayaq. Başlayaq, burada lab içmi ötərzədən, yəni buradan. Bax, gör nə edirəm? Log 3 log 5 log 2. 32 də 2 üstü 5'dir. Düzdürmü? Deməli, bax, burada 5 keçir bura. Deməli, nə olur? Log 3 log 5 5. Düzdürmü? Log 2 2 1'dir deyənə dayan yazmıram. İndi bu yenə 1'dir. Oldu nə? Logu 3 1. Bu da 0 deyil. Şu da 3 üstü 0 1'dir də ona görə. Cavab 0. Hansı sual idi bu? 49. Cavab 0. Gördük. Daha sonra baxıram. Deməli, bir dəqiqə. Bunlar sadə, hə. Baba, gəl bir dənə 55'i deyim. Bax. 55. 2 çıx, LG 4 böl 2. Belə misallarda parçala. Bax, 2 belə yaza bilərəm bunu. Bax. Olur da belə yazın. Olur 1 çıx. 4 2'nin kvadratıdır. 2 keçir də qabağa. 2 qabağa keçsə bununla bu gedir də. Elə bil olur 1 çıx LG 2. 1'in əvəzinə mən LG 10 yaza bilərəm. Çıx olanda nə edirik? Bölürük. Onu 2'yə böl 5. Cavab LG 5. Yaxşı. Bir də sizə bir söz deyim. Bax, 57'ni izah edeyim. Bax, görürsən kök altda 5 çıx 2. Burada da yazıb kök altda 5 üstə gəl 2. Bax, bunlar bir-birinin qoşmasıdırlar da. O zaman onun loqaritması -1'ə bərabərdir. -1'ə bərabərdir. Sən indi soruşa bilərsən ki, niyə? Gəl mən sənə onu izah edeyim. Kök altda 5 çıx 2, kök altda 5 üstə gəl 2.
Mən onlar bunun qoşmasına vurum bölüm. Kök altda 5 üstə çıx 2-yə vururam. Kök altda 5 çıx 2-yə bölürəm. Olur nə? Loqaritma kök altda 5 çıx 2. Bu yuxarı a çıx b a üstə gəl b-dirsə 5 çıx 4 1 eləyir. Aşağı qalır belə. İndi mən bunu belə yaza bilərəm. Üstü -1. -1 də qabağa keçir. Elə olur -1. Ona görə mən bu misalda bir dəfəmlik deyirəm. Əgər bir-birinin qoşmasıdırsa, onun yerinə -1 yaz. 64-ü də mən loqaritma 2 üstü 6 yaza bilərəm də 6 keçir qabağa. Cavab nə oldu? Cavab oldu 5. Aydındır? Sonra görüm sonra nə fərqli sual var. Məsələn 59 tip suallar çox var burada. Bax, 59-da nə deyir? Loqaritma 2 3 a verib. Düzdür? Loqaritma 3 18. Gəl gör mən nə edirəm. Bunu parçalayaram da. Başqa nə edəcəm ki? Bax, loqaritma 3 18-i yazıram. 3. Çünki 2 3 heç nə eləmək olmur, amma 3 18-i parçalaya bilərəm də. 3 9 üstə gəl loqaritma 3 2. Bu 3 9 bu 2-dir də, düzdür? 2 üstə gəl. Loqaritma uşaqlar 2 3 a-dırsa, loqaritma 3 2 1 bölü a deyil. Onda loqaritma 3 2-nin yerinə yazıram 1 bölü a. Onu da orta məxrəc eləyirəm. 2a üstə gəl 1 bölü a. Gördün nə gözəl. 60-ı izah edeyim. 60-ı. Bax, loqaritma n kvadrat m bərabərdir 5-də 1-ə. Məndən loqaritma m kvadrat n-i soruşur. Bir dənə söz deyim. Loqaritma m kvadrat n 2 keçmir belə. 2-də 1 olmur. Loqaritma m n. Düzdür? Budur da, yəni bunu soruşur məndən. İndi mənə verilib bu. Gör bunu necə yazacağam. Fikir ver burada. 2-də 1 keçir qabağa, olur loqaritma nm bərabərdir 5-də 1. Sonra 2-ni vursam, olur loqaritma nm bərabərdir 5-də 2-yə. Düzdür? Əgər loqaritma nm 5-də 2-dirsə, loqaritma mn 2-də 5 deyil. Bunu gətir qoy burada yerinə. Deməli, nə olacaq? 2-də 1 vur 2-də 5. O da olur 4-də 5. 4-də 5 də nədir? 1,25. Aydın oldu. Bu oldu 60. Sonra görək burada nə var fərqli. Fərqli məsələn var 63. Bax 63. Uşaqlar bunu ancaq işləyə-işləyə irəlilədə bilərik. Başqa yolumuz yoxdur. 63-cü suala baxaq. Deməli 63-də nə edirəm? Bax, loqaritma AB bərabərdir 5 üstü -1, yəni 5-də 1. Bir dənə söz deyim. Loqaritma B-ya da 5-dir də. Məncə bu bizə lazım olacaq. Hər ehtimala yazım. İndi bax, bu var ha. Gör bunu necə yazıram. Loqaritma AB üstü 3-də 1 yaza bilərəm. Bu da olur A üstü 3-də 2, B üstü -3-də 4. Bu 3-də 1 qabağa keçir də 1 bölü 3-də 1 kimi. Belə olur, bax, belə. Gördün? -3-də 4. Sonra bu 3-ü bunun yuxarısına qaldıra bilərəm də. Olur loqaritma AB. A üstü 3'də 2 vur B üstü -3'də 4'ün kubu. Qutardı. Loqaritma AB. Bu 3 ilə 3. Burada da bu 3 ilə 3 gedir. Olur A kvadrat B üstü -4. Gördün? Bu səni çaşdırmasın. Gəl mən onu parçalayayım. Bax. Log AB A kvadrat. Üstə gəl. Log AB B üstü -4. Gördün? Bu 2 keçir qabağa. Elə bil olur 2 log AB A. Burada da -4 keçir qabağa. Log AB B. Mən bayaq nə dedim? Bayaq dedim ki, belə olanda onu 1 böl kimi yazdı. Elə bil yaz belə log AB. Çıx 4 böl log B. Bax. Bir dəqiqə. Bax log B AB. Gördün? İndi bunu parçala. Necə parçalayaram? Bax, bərabərdir. 2 böl. Yazıram log AA üstə gəl log AB. Çıx 4 böl log BA üstə gəl log BB. Log AA 1'dir. Olur 2 böl 1 üstə gəl. Log AB'yə bayaq nə demişdim? Bax, misalın əvvəlini göstərim. Log AB'yə nə demişdik? 5'də 1. Log AB'nin yerinə 5'də 1 yazıram. Çıx 4 böl. Log BA'ya da 5 demişdim də. Bunu hesablayırıq. 2 böl 5'də 6. Çıx 4 böl 6. O da eləyir 6'da 10. Çıx 6'da 4. O da 6'da 6. Yəni 1. Gördük. Bax. Qoy mən tam göstərim bunu. Göstərə bilsəm göstərərdim, amma göstərə bilmirəm.
Bax. Şu. Aydın oldu. Yaxşı-yaxşı yazırsınız, öyrənirsiniz. Yollarını bilin əsas, yollarını. Sonra, məsələn, 69-cu sayı, yox, 69-u deməyəcəm, asandır. Nə var ya burada? 32-də 1-i, 2-də 1 üstü 5 yaz. Burada da 2-ni qaldır bura. Olacaq 4-ün kvadratı 16. 9-dan 9 gedəcək. Burada 16 qalacaq. Burada 5 qalacaq. Burada da 3. Qutarda da 3 üstə gəl 5 çıx 6. Sonra, 71-ci sual elə bayaqkına oxşuyur. Yenə deyim. Log 6 5 deyil. Gəl görək bunu necə eləyərəm. Belə fərqli yollarla eləmək olar. Mənim ağlıma gələn yolu eləyəcəm. Deməli, log 6 5-i mən, bax, eyni, bir dənə sizə söz deyim. Bax, məsələn, verib log, məsəl üçün, A, B, hə? Mən bunu C əsasa gətirmək üçün belə yaza bilərəm, bax. Log CB böl log CA. Bax, bu buna bərabərdir. Yaxşı mı? İndi bundan istifadə eləyərək mən 71-i izah eləyəcəm. Bax, 71-ə. Deməli, nə edirəm? Mənə demir, burada LG ilə göstər. Mən log 6 5-i belə yazıram. Bax, LG 5 böl LG 6. Gördün? İndi LG 5 qalır. Mən LG 6-nı LG 2 üstəgəl LG 3 kimi yazıram. Qutardı. LG 3-ü A verib, LG 2-ni də B verib. Yazıram A üstəgəl B. LG 5-i də mən LG 10 çıx LG 2 kimi yaza bilərəm. LG 11-dir, LG 2 də B-dir. Gördün? Belə cavab olmalıdır. Y variantı. Başa düşdük? Sonra, day buralara çox deməyəcəm. Bir dənə burada 77-də bunu deyə bilərəm ki, bu elə indi dediyim. Mən bunu elə bir dəfəmli, bax 77-ni izah edeyim. Log A, B kimi yazıram. Elə bil 10 deyil, bunlar əsasları LG-lərdə. Onları yox eləyirəm. Burada da log B-anı tərsinə çevirəndə log AB olur. Çıx. Burada da 3 log AB olur. 3 keçir də burada qabağa. Düzdür? 1 üstə gəl 2, 3. 3-dən də 3 çıxanda 0. Cavab 0. Başa düşdük. Sonra. Getdik görək nə var buralarda. Bunları eləyə bilərsiniz. 84-ə baxaq. Deməli, 84-cü sualda, 84, tərsinə çevir. Belə misallarda tərsinə çevir, ən yaxşısı. Bax, elə bir verməyib 1 böl log 9 15. Mən onu yazıram, log 15 9. Burada da yazıram, log 15 25. Toplama olanda nə edirəm? Vururam. 9-u vurur 25-ə. Düzdür? Qutardı. Oldu, log 15. 9-u 25-ə vuranda neçə eləyir? 225. O da olur log 15. 225 də 15-in kvadratıdır. 2 keçdi qabağa. Gördük. Sonra 88-də. Məsələn, burada bax 4 üstü log 4 7 yoxdur. Burada da verib böl log 7 4. Baba, bunu elə bil tərsinə keçirdirəm bunun yanına. Hani bu. Tərsinə çevirib keçirdəndə 88-in sual. Hə. Yazıram vur. Necə yazıram? Yazıram log 4 7. Gördün? Çıx 7. Buna hələ ki işim yoxdur. 4 7. Üstə gəl 3. 9 3-ün kvadratıdır. 16 da 4-ün kvadratı. O ikilər qabaqda gedir də. Daha 68-ci suala qədər gəlmişiksə bunu bilməlisən. İndi bura bax. Ayda uşaqlar, mən bunun daha rahat yolunu deyim sizə. Heç ehtiyac yoxdur ya buna. Gəl bunun rahat yolunu deyim. Fikir ver. Baba, gör neyniyəcəm, birdən ağlıma gəldi. Bax, bunu gör belə yazıram. Olar bunu belə yazım. Bax, log 4 7. Bax, 1 böl log 7 4. Doğrudan da bunu buna vuranda bu əmələ gəlir də. Düzdür? Düzdürmü? Eyni şeydir də. İndi 4 ilə 4 getdi. Oldu 7 log 7 4. Elə bil bunun əvəzində bu qaldı da. Bu da bununla gedir. 3 ilə də 3 gedir 4. Oldu 4 üstü 2-də 1. O da 2 də. Cavab 2. Aydın oldu. Qutardı getdi. Sonra görək nə var burada. 94. 94-cü sualda. Uşaqlar. Görüm nə edə bilərəm. Hər halda ki onu parçalayacağıq. Bir dənə baxım özümdə. 94.
Yuxarı ilə bir dənə işim yoxdur hələ ki. Bəlkə də bunun bir dəfə hansı şagirdim bunu daha rahat yolunu demişdi. İndi ağlıma nə gəldi bilmirəm, bəlkə də elə o yoldur. Çünki mən birini demişdim, o birini demişdi. İndi deyirəm, görək. Bax, bunu belə tərsinə çevirdim. Üstə gəl. 1 böl log 12 64. Gördüyün nədir? İndi mən görünürəm. Görək nə olacaq. Log 3 12 vur log 4 12. Elə bil burada ortaq məxrəc eləsəm, elə bil log 12 64-ü bura yazıram. Log 12 27-ni bura yazıram. Onda bura olur log 12 64 üstə gəl log 12 27. Düzdür. Biraz belə eləyim. Log 12 27. Burada da bunlar da məxrəc surətə qalxır da, elə bil olur belə. Log 12 27 log 12 64. Düzdür? Bərabərdir. İndi bax, burada bu 12 ilə 12 gedir. Burada da bu 12 ilə bu 12 gedir. Onda yuxarıda alınır log 3 27. Bu da olur log 4 64. Düzdür? Böl. Log 12 64 üstə gəl olanda vururuq da. Log 12 64 vur 27. Bax, bu 3'dür. Bir dəqiqə. Bu 3'dür. Bu da 4 üstü 3'dür də. Bu da 3'dür. Düzdür? Böl. İndi görək burada nə edərik? 64 vur 27 neçə eləyir? 64 vur 27. Yəni kalkulatorla vuracağam. Bir dəqiqə. 64 vur 27. 1728. Aman tanrım. Heç ehtiyac yox deyə. Bura bax. 64 4'ün kubudur. 27 3'ün kubudur. Düzdür? O da olmur 12'nin kubu. Elə mən bunun yerinə bir dəfəmlik 12'nin kubu yaza bilərəm. 3 də keçdi qabağa. Oldu 9 bölü 3. Söz cavab 3. Mən bunu yazdım. Gördün, başa düşdün. İndi bir də özün çalış yaz bunu. Ancaq o halda inkişaf eləyə bilərik. Bir də özün çalış yaz. Gör neyə bilirsən. Sonra. Məsələn 99-cu sual. 99-cu sualda nə edərik? Görürsən əsaslar eyni, hamısında da toplama. Bir dəqiqə. Əsaslar eyni, hamısında da toplama. Deməli vururam da. Elə bil belə olur da. 5'də 3 vur 7'də 5 vur 9'da 7 vur 11'də 9 vur gedir 27'də 25. Bax belə ixtisar olunur da, fikir ver. Gedir. Bir dənə qalacaq nə? 27'də 3. Elə bil belə qalır da. 27'də 3. O da nə olur? 9'da 1. 9'da 1 də nədir? 3 üstü mənfi 2. Söz cavab mənfi 2. Aydın oldu. Çox rahat. 100-cü sual. Bəh. Trigonometriyaya giriş elədi. Deməli, çıx olanda nə edirdik? Bölürdük. Olur tangens 15 böl 1 üstə gəl tangens kvadrat 15. Düzdür? Bunu 2'ye vur, 2'ye böl. Nə olacaq? Logaritma 2. Burada olur elə bir ki, bir dənə fikir ver. Bu uşaqlar sinus 2 alfanın. Sən deyə bilərsən, niyə tangens 2? Axı tangens 2 alfada 2 tangens alfa 1 çıx tangens kvadrat alfadır. Bunun sinusla olan düsturu var. O da eyni şeydir. Sadəcə burada üstə gəl olur. Yaxşı. Şu. İndi bu elə bir ki, baba. Bir dəqiqə başqa bir. Bax. Bu hissə. Sinus 2 alfadır. Deməli, nə yazıram bura? Sinus 30, 2 vur 15'də, yəni böl 2. Şu. Logaritma 2. Sinus 32'də 1'də, onu da 2'ye böləndə 4'də 1. 4'də 1'i də 2 üstü mənfi 2 kimi yazıram. Cavab oldu. Mənfi 2. Yaxşı. Sonra getdik görək. Nə var. Bunları demirəm, bunları asandım. Çox bunları demirəm, daha öz eləyim. Bax burada. Toplamadır, düzdür? Toplama olanda nə edirəm? Vururam. Olur nə? Log kök altda 2. 2 sinus pi böl 8 kosinus pi böl 8. Sinus 2 alfa deyil. Elə bil belə olur da. Log kök altda 2. 2 sinus pi böl 8 kosinus pi böl 8. Sinus pi böl 4'dür də. Düzdür?
Sinus pi bölü 4-də kök 2 bölü 2 ya da 1 bölü kök 2 yazırıq onu. Eyni şeydir. O da bax kök 2 üstü mənfi 1 deyil. Mənfi 1 keçdi qabağa. Cavab oldu nə? Mənfi 1. Aydın oldu. Mənfi 1. Sonra görək. 109'da bax 109'da bir özün də düşün. 109'da loqaritma a mənə deyir ki m kvadrat plus mn b və c ilə ifadə elə. Görək. Mən bunu parçalaya bilərəm də belə. Daha doğrusu vuruqlara ayırım. Vuruqlara ayırandan sonra belə yaza bilərəm. Gül kimi. Bunun əvəzinə B yaz. Bunun əvəzinə C yaz. Qutarda B üstə gəlsə. Mən də etdim çətin sualdır. 111-ci sual uşaqlar. Sonsuz azalan həndəssislə deyil bura. Mən gəl sonsuz azalan həndəssislərin cəmini tapım. S bərabərdir B1 bölü 1 çıx Q. Yadında? B1'in yerinə 3 qoyuram. Q'su da neçədir bunun? 3'də 1. 3 böl 3'də 2 olur 2'də 9. Düzdür? İndi bir dənə bura bax. Nə oldu? 7'də 1 üstü loqaritma 7 2'də 9. Mən 7'də 1'i 7 üstü mənfi 1'i yazsam. Loqaritma 7 2'də 9. Bu mənfi 1 keçir 2'də 9'un üstüne. Elə bil belə olur. Loqaritma 7 mənfi 2'də 9. 7 ilə də 7 gedir. Cavab mənfi 2'də 9. Gördün? Gül kimi. Sonra görək neyik buralarda. 100 bura kimi gəlib çıxmışıq. Burada neyniyə bilərik? 115-ci suala bax. Gözümə biraz fərqli deydi. 115-ci sual. Bax burada var ha baba. Burada ağlıma bir şey gəlib. Bayaqki kimi də elə. Mən bunu belə yaza bilərəm. Bax. 1 böl LGB üstü. Elə bunu yazıram da elə bir ki. LG. Niyə belə yazdım? LG. LG kvadrat B. Gördünüz? O da bərabərdir B. Bunun tərsinə çevirsəm. Log B 10 olmur. Bunun da üstündə LG kvadrat B. B ilə B gedir də 10 üstü LG kvadrat B. Burada da 10'dur da əslində. Burada da gedir. Cavab olur LG kvadrat B. D variantı. Başa düşdün? İnşallah ki başa düşdün. 120-ci sual. 120-ci sual. 120-ci sualda burada %52 var ha, baba. Burada da LG ilə verib. Gəl mən onu elə bir ki belə yaza bilərəm. LG 0,52 böl LG 5. Gördün? %52'ni təzədən parçalamalıyam. LG bax %52 böl LG 5. Təzədən LG 52 çıx LG 100 böl LG 5. Düzdürmü? O da bərabərdir nəyə? LG 52'ni də parçalamaq lazımdır. 4 vur 13'dür də. LG 4, elə bil üstə gəl. LG 13 çıx 2. Bu 2'də axı. Düzdür? LG 5. LG 5'in də əvəzinə bayaq dediyim kimi 1 çıx LG 2 yaza bilərəm də. Qutardı. Bu da 4 də bax biraz buradan belə yazın. Bu da 4 də 2'nin kvadratıdır da 2 keçir qabağa. Elə bil olur 2 LG 2. LG 2'nin yerinə C yazıram. Üstə gəl. LG 13'ün yerinə D yazıram. 1 çıx C. Hansıdır bu? D variantı. Gördünüz? 121-ci sual. Bu da sesləyə oxşuyur. İndi bir dənə baxım. 121-ci sualda uşaqlar bir dənə fikir verin. Gözüm ağrıdı ki başqa rəng olsun. 121-ci sual. Orada mən yaza bilərəm. Bax LG 2. 4'ü yazıram 2'nin kvadratı. Bu üçün belə gedir. LG 2 üstü N. Böl. N plus 1 LG 2. Gör nə edirəm.
bərabərdir. Burada hamısında 2, burada 2 keçir qabağa, boşun burada n keçir qabağa, hamısında keçirdi. Elə bil mən LG 2-ni mötərizə xaricinə çıxartsam belə olur da. 1 üstəgəl 2 üstəgəl n böl. N plus 1 LG 2. Gördün? Bax bununla bu getdi. Burada bu ədədi silsilədir də, ədədi silsilə. Ədədi silsilənin bax bu hissə. Cəm düsturu ilə eləsəm A1 üstəgəl AN böl 2 vur n. Onunla eləsəm olur deməli A1, A1-i 1-dir. AN-i elə n-dir. Gəl onun yerinə n yazım. Böl 2 vur n böl elə n üstəgəl 1. Düzdür? Burada bax bununla bu gedir, qalır n böl 2. Şərtdə mənə nə deyir? Natural ədəddir. Natural ədəd olmağı üçün bura 2-yə bölünməlidir də. O zaman 2K olur da. Bu variantlardan daha çox bu uyğundur. Bu. Gördün? Şu qutardı getdi. Gül kimi. Getdik. Deməli. Artıq bu hissələrə çatmışam. Bir xeyli ağını eləyə bilməlisiniz. İndi qulaq asın mənə, görün buradan hansını eləyim. 127. Bax 127-yə bax bir dənə. Bax burada var ha 126-da bundan narahat olmayın. Bunu açın da. Necə açaram onu? Bax bir dəqiqə. Bu necə açaram? Yazaram 3. Bax bu 3'ü, bu 3'ü. Yazaram 3 üstü 3'də 1. Bu biri 3'ü də yazaram 3 üstü 9'da 1. Всё. Oranda üstlər toplanır da. İşte burada. Da indi qalanı sənlikdir, özün eləyərsən. Gəldim 127 demişdim. 127-də. Bax burada 12 faktorial var ha. Mən o 12 faktorialı 12 vur 11 faktorial yaza bilərəm. O zaman loqaritma elə bil ki 2 12 üstəgəl loqaritma 2 11 faktorial yaza bilərəm. Loqaritma 2 11 faktorialın əvəzinə a yazacağam. Loqaritma 2 12-ni də mən loqaritma 2 4 üstəgəl loqaritma 2 3 plus a kimi yazıram. Loqaritma 2 3 b-dir. Loqaritma 2 4-də 2-dir. Qutardı. 2 üstəgəl b üstəgəl a. Gördün? Всё. Sonra nə var? Bu düsturdur. Vurursan da toplama vurmadır. Olur kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Düzdür? Uşaqlar, mən yoruldum, siz yorulmadınız. Sonra bunu işləməliyik də, başqa yolumuz yoxdur. Bəlkə dayandırım. Bura kimi gəlmişəmsə. Açıq suallar var ki, asanda olur. Bir dəqiqə. Hani bu. Məsələn, bu 151-ci suala bax. Bu hissəsi. Bu hissəsi çaşdırmasın ha. O hissəsində loqaritma 3 9 vur. Loqaritma 4. Mən onu bayaqlarım dedimi. Necə yazaram bayaq dedim. Log 5 625 üstü 3. 625 də 5 üstü 4 deyil. 4 keçir qabağa. Elə bil olur 4 üstü 3. 4 üstü 3 də 64-dür də. Elə bil bunu gətirib burada yazıram. O da nə olur? Log 3 9 onsuz da 2-dir. Elə bura bir dəfəmlik 2 yazın. Log 4 64 də. 64 də 4-ün kubudur da. O da 3. 2 3 6. Gördün nə sadə. Yəni ki gözümüzdə böyüdürük, amma elə də böyüdüləsi bir şey yoxdur. Sonra burada 139-cu sualda burada gəl bununla bunun yerini dəyiş. Elə bil bunu bura yaz, bunu bura. Onda nə olur? 5 üstü log 5 8 üstündə log 2 3. Onda 5 ilə 5 gedir, elə bil olur 8 üstü log 2 3. 8 də 2-nin kubudur axı. 3 də qalxır bunun yuxarısına olur 2 log 2 3-ün kubu. Yəni 27. Cavab elə 27 olur. Aydındır. Sonra nə var burada? Bunların hamısını həlləri ilə. 165-ci suala da baxaq. 165-ci sualda nə edə bilərəm? Bir dənə düşünüm. Mən burada fikirləşirəm ki, log 3 bəlkə log 3 45-ə bir a deyim. Log 3 5-ə bir b deyim. Onda olur 3a kvadrat çıx 2ab çıx b kvadrat
böl 3a üstəgəl b. Gördün? Sonra mən bunu yuxarını vuruqlara ayıra bilərəm də. 3a kvadrat çıx 3ab üstəgəl ab çıx b kvadrat. Hələ ki məxrəclə işim yoxdur. Bu 165-ci sualdır. İndi bax, yuxarıdan 3a-nı çıxardıram, qalır a çıx b. Buradan da b-ni çıxardıram, o da qalır a çıx b. Böl 3a üstəgəl b. Hər ikisindən a çıx b-ni çıxardıram, nə qalır? 3a üstəgəl b. Şu, bununla da bu getdi. Olur a çıx b vardı. Aydındır. Sonra nə var? Heç nə. Sonra gözəl misallar. Day bunlar deməyəcəm. Özün həll elə. Bu qədər kimi gəlmişəmsə özün həll eləyə bilərsin. Şu.